Yeni texnikaların kənd təsərrüfatında tətbiqi əkin sahələrində işlərin daha sürətli, keyfiyyətli və səmərəli icrasına şərait yaradır. Bu, həm vaxt və vəsaitə qənaət deməkdir, həm də məhsuldarlığın artmasına mühüm töhfədir. Naxçıvan Agroservis Açıq Səhmdar Cəmiyyətinin texnika parkına ümumi təyinatlı 27 ədəd yeni traktor gətirilib. Qeyd edək ki, bu traktorlar dövlət dəstəyi ilə həm nağd, həm də lizinq yolu ilə verilir. Həmin traktorlara bütün növ texnoloji avadanlıqlar aqreqatlaşa bilir. Bununla yanaşı qeyd edeyim ki, yeni gətirilmiş MTZ 1221 markalı traktorda əvvəlki modifikasiyada olan soyutma sistemi problemləri aradan qaldırılıb və bu da ilin bütün fəsillərində həmin texnikadan istifadə etməyə imkan verir. Naxçıvan Muxtar Respublikasında yerli ehtiyatlar hesabına kənd təsərrüfatlı məhsulları istehsal etmək üçün Naxçıvan Agroservis Açıq Səhmdar Cəmiyyəti yarandığı gündən bu günə qədər 3573 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar almışdır ki, onlardan 3114 ədədi lizinq və ya güzəştli şərtlərlə torpaq mülkiyyətçilərinə verilmiş. 2024-cü illərdə 56 ədəd, 2025-ci ildə isə 43 ədəd kənd təsərrüfatı texnikası nəqd yolla torpaq mülkiyyətçilərinə satılmışdır ki, son zamanlarda əhalinin bu sahəyə olan marağı da bu rəqəmlərdən aydın görülür. 2025-ci ilin ötən dövründə 27 ədəd müxtəlif markalı Gəncə Avtomobil İstehsalat Birliyi tərəfindən alınmış kənd təsərrüfatı texnikası traktor almışdır ki, onların gücü 46 at qüvvəsindən 156 at qüvvəsinə qədərdir ki, göründüyü kimi 7 modeldə alınan traktorlar kənd təsərrüfatının bütün sahələrində istifadə oluna bilər. Qeyd edək ki, 2023-cü ildə kənd təsərrüfatı texnikalarının yeni lizinq mexanizmi hazırlanıb, lakin müvəkkil kredit təşkilatının müəyyən edilməməsi səbəbindən tətbiq olunmamışdı. Artıq bu istiqamətdə zəruri işlər görülüb və fermerlər texnikaları lizinq əsasında da əldə edə bilirlər. Alma bağları salmışıq. Bu il 3-cü ildir, amma texnika ilə əziyyətimiz var idi. Texnikamız satışmırdı. Sağ olsun, indi bizə o şəraiti yaradıblar lizinqdən. İndi biz də bəhrələnəcəyik inşallah. Bir gözəl traktor götürdük biz də buradan. Sağ olsunlar, var olsunlar. Yəqin ki, bütün problemimiz demək olar ki, həll olunar. Demək, 5 il müddətində lizinqdən traktorlardan götürürük indi bir neçə ədəd, hətta götürəcəyik 2 ədəd. Öz təşəkkürümüzü bildiririk. Gələcəkdə fermerlərin artan tələbatı nəzərə alınaraq Muxtar Respublikaya daha çox sayda müasir kənd təsərrüfatı texnikasının gətirilməsi nəzərdə tutulur. Xosrov İbrahimov, Xanım Rüstəmzadə, İlqar Məmmədov, NTV Xəbər.